Sonra yası olanda da xeyli qalmaqal oldu. Kim yasa gəldi, Oy. kim oğlunun yanında getdi, durdu, reklam elədi özünü. Elə bil ki, Hüseyn Şey, Dəryanın ölümündən nə qədər adam yararlandı. Hüseyn Dəryanın ölümündən söz və qüvvət. Nə qədər adam özünə bu sənətdə ad qoydu. Hüseyn Dəryanın yasından. Vallahi tam səmimi deyirəm. Nə qədər adam özünü doğrultdu o göyə dostu, dırnaq arası dostu olmaqla. Ki sağ vaxtında heç yanında Halbuki görməmişdi. telefonunu götürmürdülər sağ vaxtı. Sağ vaxtı yanında görməmişdi. Hə, ki telefonunu götürmürdülər. Nə danışırsan? Problemli adam Elvira. Hər adam mən başa düşürəm, onları da başa düşürəm. Mən də başa düşürəm. Vallahi mən başa düşürəm. Problemli adamdan hamı qaçır. Hamı öz başını güclə gicəlləyir. Yəni problemli adam olanda deyirlər ki, yox, bu mənə lazımdır, mənim öz dərdim belə mənə bəsdir. Başa düşürsən? Nəsə, bu arada çox da danışmaq istəmirəm. Bir balaca da bir şey soruşum. Əgər sən eşitmisənsə, Buyur. qulağına çatıbsa. Deyirlər ki, Hüseyn Dəryanı torpağa tapşıranda səsi gəlir. Yox, onun səsi deyildi. Onu torpağa tapşıranda yox, maşından çıxardanda. Maşından tabutu çıxardanda oğlanın əli qalıb şeyin arasında, tabutla maşının arasında. Sadəcə bu bir dırnaq arası müxbirlərin padxodu idi özlərinə ad çıxartmaq üçün. O yalan söhbətdir.